nar bol çiçək açıb, hansı gübrədən istifadə etməliyik? Bu haqda danışırıq. Hörmətli izləyicilərim, salam. Hal-hazırda narın çiçəklənmə fazasıdır. Diqqət etsəz, bu il narın üzərində çoxlu çiçəklər müşahidə etmək olar. Bu zaman biz nə etməliyik? Yaxşı olar ki, fosfor, kalium tərkibli gübrələrdən istifadə edək və ən əsası da, baxın, narın gövdə ətrafında, kök boğazından çıxan bu cür lazımsız zoğları kəsik. Bunlar bitkinin gücünü özünə mənimsəyir. Bu aqrotexnik qulluğu mütləq edin. Və yaxşı olar ki, fosfor, kalium gübrəsini istifadə etməmişdən öncə torpağı biraz nəm edək. Bu mütləq vacibdir. Çox güclü su verməyə ehtiyac yoxdur, amma müəyyən qədər nəm etməyə ehtiyac var. Baxın, gördüyünüz kimi 52-34-dür. Tərkibində fosfor, kalium elementi mövcuddur. Yaxşı olar ki, çiçəklənmə fazasında bu gübrədən istifadə edək. Ağacın yaşına görə, ölçüsünə görə, torpağın tipinə görə ümumi olaraq gübrə norması dəyişə bilir. 1 litrə 1 qram hesabı ilə qarışdırıb istifadə edəcəyik. 10 litrə hardasa 10 qram istifadə etmək olar. Bu gübrəni damcı suvarma sistemi ilə də vermək olur. Əsasən bu gübrə damcı suvarma sistemi üçündür və yarpaq gübrəsi kimi də çiləmə üsuluna istifadə olunur. Hörmətlər.